Salam değerli Yusuf Əmlak izləyiciləri, sizləri yeni romandan Akasiya Şadlıq Sarayının yaxınlığından salamlayıram. Avtobus dayanacağı ilə təxminən 3 dəqiqə, 4 dəqiqəlik məsafədə olan həyət evimizi sizə təqdim edirəm. Dostlar, həyət evimiz 3,5 torpaq sahəsinin içindədir. Evimiz 4 otaqdan ibarətdir. 140 kvadrata yaxındır dostlar. Bax, burada bizim girişimizdə beləncə bizim navesimiz var. Həyətdə ayaq yolu var. Bir də burada köməkçi otağımız var dostlar. Videonun sona qədər izləyin. Evimiz təcil olaraq satılır. Əlim yanında ilə çıxıb saçıya. Bax, bura yay mətbəxini eləyə bilərsiniz. Buranı ev sahibi burada mebel sexi kimi istifadə edir. Evimiz mərkəzi kanalizasiya sistemidir. Qazı, suyu, işığı, bütün kommunalları var. Dostlar, videonun sona qədər izləyin. Şərh bölməsində fikirlərinizi yazarsınız. Bax, burada həmən yenə sexin bir hissəsidir dostlar. Buradan da ki arxa bağa çıxış var. Padval deməli hardasa olar bir 7 daşın üzərindədir. Padvalda toz var. Nəmişlikdən söz gedə bilməz. İstəsəz öz ustavınızı gətirib evlə daha da yaxından maraqlana bilərsiniz dostlar. Evimizi inşallah mən sizə içini də təqdim edeyim. İzləmədə qalın, şərh bölməsində fikirlərinizi qeyd edin dostlar. Dostlar, evimizə daxil olanda koridor sistemidir, gördüyünüz kimi. Koridorumuz çox genişdir. Bax, evimizin sağ hissəsində bir yataq otağımız var. Bir daha təkrar deməli nəzərinizə çatdırım ki, evdə müşahidə kamerası da var. İnşallah ki, qiymətə daxildir. Evimizdə olan əşyalar qismən qalacaq. Yəni onu ev sahibi ilə danışarsınız. Geniş bir bizim qonaq otağımız var. TV stentimizin yeri, evimiz çox işıqlı evdir. Hardasa 40 kvadrat var bura. 40 kvadrat. Və əlavə bir dənə də burada ikinci yataq otağını mən sizə təqdim edeyim. Bax, burada olan ailə yataq otağımızdır dostlar. Gördüyünüz burada mebellər qalacaq, qiymətə daxildir. Və bura bizim 4-cü yataq otağımız təcili olaraq satılır. Pəncərələrin qarşısı da mərmərdir dostlar. Keyfiyyətli inşa olunubdur, məsləhətli evdir. Kimə maraqlıdırsa bizdən əlaqə saxlaya bilər. Bax, burada bizim hamam otağımız. Burada bizim mətbəxtimiz. Dostlar, burada bizim mətbəxtimizdir. Evimiz 130 kvadratdır. Sənəd bələdiyyədir, qaz, işıq, su, kommunallardır. İnşallah ki, sənədləşmə işləri gedir. Kim alsa, Allah alan da, satan da xeyrin versin. Evimizin start qiyməti 105.000 manatdır. Real alıcı olsa